buyurur Məryəm suresinin 42-ci ayəsində ki, Bismillahirrahmanirrahim. İz qalə li əbihi. İbrahim əleyhissalam atasına dedi. Ya əbəti, ey əziz ata, limə təbudu mə lə yəsməu və lə yubsiru və lə yuğni ənkə şeyə. İbrahim əleyhissalam Allah Taalada olan 3 xüsusiyyəti, 3 sifəti, 3 adı önə çəkir. Deyir, nə üçün ibadət edirsən o varlığa ki, o səni görmür, həmin büt barəsində deyir. O səni görmür, eşitmir, lə yəsməu, eşitmir, və la yubsiru, görmür, və la yuğni ənkə şeyə, və səndən heç bir şeyi dəf edə bilmir. Səndən heç bir şeyi dəf edə bilmir. Yəni, və lə yuğni ənkə şeyə, yəni Qəni isminə Allah Taalanın misal olaraq İbrahim əleyhissalam həmin atalığı Azərə buyurur ki, Allah Taalada olan gözəl sifətlərdən üçünü önə çəkir. Bəs bildiyimiz kimi keçən cümlə